Təsəvvür et, dar bir yerə ilişmisən, köməyinə heç kim çatmır və saatlar sonra ürəyin dayanır. Təsəvvürü belə qorxuludur. Amma bu John Edward Johnson başına gəlib. İl 2009. Dostları ilə Nati Pati mağarasını kəşf etməyə gələn 26 yaşlı macərasevər başına gələcək faciədən xəbərsiz idi. Sözü gedən mağara ABŞ ərazisinə yerləşir və nadir geoloji quruluşa sahibdir. Elə bu quruluş onu macərasevərlər üçün cəlbedici eləyir. Dar keçidlər, sərt döngələr insana unudulmaz adrenalin yaşadır. John'u da tələyə salan bu həvəs olmuşdu. Mağaranı gəzən dostlarından ayrılan Edward dar bir yerə girir. Buranın eni 25, hündürlüyü 45 sm idi. John bura girən kimi səhv etdiyini anlayır, geri dönmək istəsə də bunu bacarmır və kömək gözləməyə başlayır. Əvvəlcə onu doğma qardaşı görür, amma kömək eləyə bilmir. Edward isə qolları arxasına sıxışmış vəziyyətdə əzab çəkirdi. Qardaşı yardım üçün mağaradan çıxır və bir neçə saat sonra xilas ediciləri hadisə yerinə gətirə bilir. Edward bu saatlar ərzində başaşağı vəziyyətdə sıxışmışdı və qan dövranı yaxşı getmirdi. O mağaranın elə bir dərinliyinə ilişmişdi ki, kəndirlə çəkib çıxarmaq da mümkün değildi. Beləcə bir neçə saat sonra John'un ürəyi dayanır. Maraqlısı o idi ki, öldükdən sonra da Edward'ı mağaradan sıxılıb qaldığı yerdən çıxara bilmirlər. Beləcə cəsəd elə oradaca qalır. Macəra üçün girdiyi mağara adamın məzarına çevrilir. Sonradan həmin yerdə bərkitmə işləri aparılır və John Edward'ın xatirə lövhəsi ucaldılır. Bu kimi maraqlı məlumatlar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.